Salam, hər vaxtınız xeyir olsun. Bugün sizləri bir funksiya ilə tanış edəcəm. Funksiya keçməmişdən əvvəl bu məsələni izah edeyim ki, bizə bu funksiya nə kimi kömək eləyir? Bizə, bu real iş həyatında baş veribdir. Belə bir müraciət nömrəsi və tarixi deyə bir Excel vermişdilər. Bu Exceldə sətr sayı, səhv eləmirəmsə, bir dənə baxaq, haradasa yuxarı qalxsaq görəcəyik. 26008 ədəd sətr var və burada da bizə bir tapşırıq olmuşdu ki, burada təqlər deyim də, bu HTML-də təq sayılır. Məsəl üçün P təqi və strong style bu kimi təqlər var. Burada bizə demişdilər ki, burada hörmətli Pərvanə Tağıyevanı bildiririk ki, bu kimi cümlələri, yəni burada belə deyim, böyükdür və kiçikdir işarələri arasında olan məlumatları silib, cümlə kimi burada bu sözü yazmalıyıq. Cümlə kimi hamısı arda-arda düşməlidir. Biz də buna təbii ki, vaxt sərf eləmədik. Biz belə bir funksiya var ki, reject replace funksiyasıdır. Bu funksiyadan istifadə edərək bunu qısa bir vaxta saldıq. Funksiya nədən ibarətdir? Baxın, burada görəcəksiniz. Demək, funksiyanı qeyd edirik və həmin hansı xanaya istinad ediriksə, C2 xanasına həmin xananı seçirik. Ondan sonra isə bizdə burada təqin başlanğıcı, yəni burada dırnaqda görürsünüzdə, bu dırnaqda təqin başlanğıcı olan hissəsidir ki, yəni böyükdür və ya kiçikdir. İndi bizə başlanğıc qarşı tərəf kiçikdir də, yəni belə görükür. Bu funksiyanı qeyd edirik, seçirik, reject replace funksiyasında. Sonra deyirik ki, get o funksiyanın içində olan, yəni bu bizdəki bunun əksi təkrarlanan, görürsünüz, belə bir qüvvətə yüksəltmə və kiçikdir funksiyası. Görürsünüz, burada da təkrarlanır düz sona qədər də, yəni biz dəfələrlə onu axtarmalıyıq, bir yerdə axtarmayacaq da, yəni bir yerə görə istinad eləməyəcək. Məsəl üçün, burada görürsünüz, Azərbaycan Respublikasının, belə deyim, bu hissəyə qədər axtarmayacaq bu yazını. Bunu bitirəndən sonra buradan da başlamalıdır deyə biz istinad eləməliyik funksiyada. Funksiyada o istinad eləyəndə ulduzdan işarə istifadə edirik ki, yəni 1 və 0-dan çox da belə deyim, təkrarlanırsa, təkrarlananları nəzərə al və burada nəzərə alma deyirik ki, yəni belə deyim də, birinci kiçikdir, bitirəndən sonra onları 0-dan çox olsa belə nəzərə alma və sonda isə olan, ən sonda olan, axırıncı olan, yəni bağlanma təqini, yəni burada görürsünüz də, burada P təqinin bağlanma. Ora qədər get yoxla. Yoxladıqdan sonra onların hamısını boş, yəni iki dırnaq arasında heç nə ilə əvəz elə. Biz də bunu əvəz edəndən sonra görürsünüz, burada yazır. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi sürəti Hüseynov sahib Sahribovundan nəysə bu uzun cümlədir. Buranı oxumağa vaxt sərf. Bu kimi şeyləri əldə bu cümlənin mətni birləşdirib bizə bir mətin kimi verə bilmək imkanıdır. Bu təkcə belə deyil, burada istifadə eləmirik. Bunun həmçinin əgər bankda işləyiriksə, ödəniş kartlarında 16 rəqəmlərlə bağlı olan hissədə də istifadə eləyə bilərik bunu ki, rəqəmləri bu hissədən ayır, bizə bu hissəsini ver və həmin o 16 rəqəmli kart kodları var ki, kartın üzərindəki olan kodlara görə o hissəni tuta bilərik. Ondan neçə dəfə təkrarlanıb, belə deyim də, çirkli rəqəmdən, mətindən yeni bir data əldə eləmiş olduq. Onları neçə dəfə təkrarlanmasını tapa bilərik. Onları, məsəl üçün, vönü varsa bir sahibkarın, bu bankda düzgün yazılmayıbsa, ona da istifadə eləmiş ola bilərik. İndi biz burada təqə uyğunlaşdırmışıq. Orada təqə yox, məsəl üçün, nömrəyə, tirəyə, defisə, altdan xəttə, slashə, onlara da uyğunlaşdırıb bu məsələni, bu funksiyanı tətbiq eləmək olar. Bu qədər olacaq qısa videomuz. Bizi izləməyi unutmayın, davamlı bizi izləyin. Belə bir videolar qarşınıza çıxsın. İş mühitinizdə istifadə etmək istəsəz, bu videolardan, yəni bu funksiyalardan yararlanmış olasınız. Təşəkkür edirəm hər birinizə. Sağ olun.